Salam əziz şagirdlər və valideynlər, Parlaq Beyin kanalıma xoş gəlmisiniz. Bugünkü videomuz natural ədədlərin vurulması. Bunun qeyd edilən testidir bu. 5-ci sinif Namazov, yəni yeni nəşrlə, yeni dərsliklərlə bağlı olan qiymətləndirmə testləridir. Səhifəsini yerləşdirmişəm. Profildə baxa bilərsiniz YouTube səhifəmdə. İndi bu mövzunun mən belə deyim, dərslikdə olan materialını paylaşmışam. İndi isə bu Namazov qiymətləndirmə testindən bunu da paylaşaraq daha da biliklərimizi möhkəmləndirək. Natural ədədlərin vurulması A variantı. 34-dən sonraki iki ardıcıl cüt natural ədədin hasili 11-in kubundan nə qədər böyükdür? Gəlin baxaq. 34-dən sonraki iki ardıcıl cüt natural ədədin hasili, yəni 36, digəri 38. Bunun hasilidir 11-in kubundan nə qədər böyükdür? Görək hasili bizə nə verir? 8 vur 6, eləcə 48, 8 yazırıq 4 yadda. 8 vur 3, 24, 4 yadda 28. 3 vur 6, 18, 8 yazırıq 1 yadda. 3 vur 3, 9, 1 yadda 10. 8, 8 vur 8, 16, 6 yazırıq 1 yadda. 2, 0, 2 1 yadda 3. 1368 eləyir. İndi 11-in kubu neçə eləyər uşaqlar? 11-in kubu, gəlin görək 11-in kubu neçə eləyir. Uşaqlar 11-in kubu 1331 eləyir və onu da qeyd edeyim ki sizə kublar və kvadratlar cədvəlini YouTube səhifəmdə yerləşdirmişim. Qısa videolar bölməsində istəsəz oraya gəlib baxa bilərsiniz. Həm əzbərləyin, ən azından bir 10-un kubuna qədər əzbərləyin. Bir də 20-nin kvadratına qədər əzbərləyin. Yəni kvadratlar daha çox lazımdır. Kublar da ona qədər əzbərləsəz bəsdir. Yetərlidir sizə. İndi nə qədər böyükdür? 11-in kubu 1331 eləyir. 36 ilə 38-in hasili 1368 eləyir. Gəlin fərqini tapaq. Çıxaq 1331. 8-dən 1 çıxır 7, 6-dan 3 çıxır 3. Cavab eləcək 37. Yəni B variantı. 1B. Sonra deyək ki, digər tapşırığa baxaq. 2 vuruqlardan biri 421, digəri isə 32 olan hasili miniklərə qədər yoğlaşdırsaq necə olar? Bunu silək. Biri 401, digəri 32 olan hasili. Gəlin baxaq, vuraq bunlar. 421 vur 32. Görək bunun hasili neçə eləyir? 2 vur 1, 2, 2 vur 2, 4, 2 vur 4, 8, 3 vur 1, 3, 3 vur 2, 6, 3 vur 4, 12. Toplasaq, mən bunu silirəm, bizə lazım deyil. 2, 2, 7, 14, 4 yazar, 1 yadda 3, 13472 elədi hasili. Minliklərə qədər yoğlaşdırsaq neçə olur? Minliklər hansı mərtəbədir? Təkli, onlu, yüzlük, minlik, bax budur. Deməli, bunu minliklərə qədər yoğlaşsağında 4 durur. 4 durursa, yəni dedi ki 0, 1, 2, 3, 4 olursa, həmin mərtəbə olduğu kimi qalır. Olacaq 3 olduğu kimi qalır, növbəti rəqəmlər sıfırlanacaq. Yəni 13000 elədi. 13000, o da C variantı. Sonra 3-ə baxaq. 85 vur 117 çıxılsın 85 vur 17 vur 12 ifadəsinin qiymətini tapın. Aha, uşaqlar. İndi mən baxın, bu möhtəzənin içərisi var. Onun içərisindən bir iş görmək istəyirəm. Necə bir iş ki, burada hər ikisində ortaq vuruq nədir? Yəni burada mən belə deyim, payləmə xassəsini istifadə. Hər ikisinin ortaq vuruq 85-dir. Düzdür. Mən 85-i möhtəzə xaricini çıxarıram. 85 vurulsun, möhtəzə açıram. 85 vur 117, 85 möhtəzə xaricini çıxartdım. Möhtəzənin içərisində qaldı 117. Çıxılsın, burada da qaldı 17. Sonra bunun cavabını vuracağım 12-yə. Bərabərdir. 85 vurulsun. 117-dən 17 çıxdıq, qaldı 100. Bir də vurulsun 12-yə. Bərabərdir. Mən burada qruplaşdırma xassəsindən istifadə edəcəm. Yəni 100-ü 12-yə vuracağım. Elə də olar da 85 vurulsun. 100-ü 12-yə vurdum. Elə də 1200. Sonra da 85-i 1200-ə vuraraq cavabı tapacağım. Gəlin vuraq.
Bunu buna vuranda zaten sıfırlar eləyir. Bu sıfırları yazmıram. 12'ni 85'e vururam. En sonda ya da istəsəz en sonda 2 tane sıfır da artıra bilərəm. Yəni belə də olar. Ya da belə normal qaydada vuraq. 0 0 5 vur 2 10 0 yazır. 1 yadda 5 1 6 6 vur 8 0 0 8 vur 2 16 6 yazır. 1 yadda 8 1 6 9 0 0 0 6 6 üstə gəl 6 12 2 yazır. 1 yadda 9 1 10. Eləcə 102.000. Cavabımız oldu 102.000. Yəni hansı variant? Bildiniz uşaqlar burada nə etdik? Birinci mən paylama xassəsini istifadə edərək bunu daha rahat, sadə üsulla həll elədim. Sonra 12'ye vurdum alınan cavabı. Bu da elədi 102.000, yəni D variantı. Mən bunu silirəm. Bir anın hansı ən kiçik qiymətinin A çıx 1952 95 vur 88 müqayisəsi doğrudur. Aha. Gəlin birinci 95'i 80'e vuraq. 95'i 88'e vuraq. Sekiz vur 5 40 0 yazıyor 4 yadda. Düzdür. 9 vur 8 72 o da 4 76. 8 vur 5 40 0 yazıyor 4 yadda. 8 vur 9 72 4 yadda 76. 0 6 13 1 yadda 8360 il. Şimdi A'nın qiymətində elə yer rəqəm durmalıdır ki 1952 çıxanda həmin alınan cavab 8360'dan böyle deyim də böyük olmalıdır. Bu böyük işarə. Yəni bu ifadə bundan böyük olmalıdır. İndi bunu yerində durur 8360. Mən buna yazıram. Bu qələm mən qalınlaşdırım. A çıx 1952 böyükdür nədən? Neçəydir rəqəm? 8360. Aha. Yəni bundan böyük olmalıdır. Mən A'nı tapmaq üçün nə edəcəm? Sadə bir yolla da bunu təsəvvür edin ki, bərabərdir. Amma ki, yəni bərabər götürmək. Çünki bərabər götürsə bu işarə itəcək olacaq bərabər. Mən birinci A'nı tapmaq üçün 8360'ın üzərinə gəlirəm 1952 düzdür. Gəlirəm. Amma burada iş bitmir ha. 0 üstə gəl 2, 2, 6 üstə gəl 5, 11, 1 yazırıq, 1 yadda. 3 üstə gəl 9, 12, 1 də yadda. 13, 3 yazırıq, 1 yadda. 8 üstə gəl 9, 1 də yadda 10. Elə də 10.312 düzdür. Bu A'nın yerində 10.312 olsa çıxsa 1952 bərabər olacaq buna. Amma bizə lazımdır ki, bu cavab bərabər olsun. Ona görə 312 yox, 313 götürəcəyik. Çünki 313 götürsək burada olacaq 8361. Yəni 13 götürsək də C variantını götürsək. Olacaq 8361, 8360'dan böyükdür. Fikrimi sizə çatdıra bildim. Görəsən. 10.312. Bir də başa salım. A'nın yerinə mən 10.312 tapdım. Düz yerinə qoysam 312'ni. Amma bu deyir ki 8360'dan böyük olsun. Mən bunu qoysam bərabər olacaq. Bunu çıxsan bərabər eləyəcək. 8360. Böyük olması üçün bircə dənə vahid böyük götürmək lazımdır. Yəni 10.312'nin üzərinə 1 gəlməli. Eləcə 10.313. Yəni C variantını. Yəqin ki başa saldım. Başa düşməsəz yorumlarda qeyd edin. Sizə yenidən başa salım. Cavab eləcə 10.313. Sonra növbəti misal. Bunları silim. Bidonda 35 litr süd var idi. Onda hər dəfə 4 litr olmaqda 7 dəfə süd götürüldü. Bidonda neçə litr süd qaldı? Yəni 35 litr süd var idi. Çıxırıq. Deyir hər dəfə 4 litr olmaqda 7 dəfə süd götürülür. Yəni 4 olsun 7. 35 çıxılsın. 4'ü 7 vurur 28. 35'ten 28 çıxır. Qalır 7 litr. Hansı variant oldu? A variantı. 7 litr süd qaldı. Sonra 6'ya baxaq. A üstə gəl B 254 olarsa 25 vur A üstə gəl 25 vur B
ifadəsinin qiymətini tapın. Gəlin tapaq. 25 vur A üstə gəl 25 vur B ifadəsinin qiymətini tapın. Necə taparıq? Mən bu ifadəni hansı xassədən, vurğuların paylama xassəsindən istifadə edərək bu ifadəni biraz daha da olsun sadələşdirmək istəyirəm. Necə sadələşdirəcəm? Burada hər ikisində ortaq vurğu nədir uşaqlar? 25 vura 25 vur B. Hər ikisində ortaq vurğu 25-dir, düzdür? Həmin 25-i mən mötərizə xaricini çıxartmaq istəyirəm. Çıxardıram. Vurulsun, mötərizə açıram. Birinci vurğuda qalır A. A ortada toplama əməlidir. Üstə gəl. Digərində qalır B. Aha. Burada tapdım mı? İfadəni də sadələşdirdim mi? Sadələşdirdim. İndi yerini qoyaq işləyək də. 25 vurulsun. Aha üstə gəl B. A üstə gəl B-nin kitab verib 254. Yəni 25-i 254-ü vuraraq həmin ifadənin qiymətini tapacağıq. Gəlin vuraq. 5 vur 4 20 0 yazırıq 2 yadda 5 vur 5 25 2 yadda 27 7 yazırıq yəni 2 yadda 2 vur 5 10 12 8 10 1 yadda 4 1 5 0 15 1 yadda 2 1 3 3 1 üstə gəl 5 eləyəcək 6 6350 yəni B variantı 6B. İndi bunu bildiniz 6 eləyəcək B. Bunu yəqin ki başa düşdünüz. Vurmanın paylama xassəsini istifadə edərək mən həmin ifadəni daha da sadələşdirdim. Sonra yerinə qoydum. Qiymətini hesabladım. Yerdə 6350. Sonra 7-yə baxaq. Uzunluğu 150 metr. Eyni isə bundan 30 metr kiçik olan düzbucaqlı şəklində olan bağın sahəsi neçə kvadrat metrdir? İndi mən gəlin buradan enini tapım. Enini necə tapım? 30 metr kiçik deyil. 150 çıx 30. Qalacaq 120 düzdür. Bu oldu eni. Uzunluq da məlumdur, en də məlumdur. Sahəni necə tapırdı? Sahəni A vur B. Uzunluq A'dır, en B'dir. Eni-də 120 tapmışdıq. A da 150'dir. Yəni S bərabərdir A vur B'yə. Yəni 150 vuraq 120'yə. Bərabərdir. Gəlin vuraq. Mən 15'i 12'ye vururum. 10 0 yazır 1 yadda 2 1 3 5 1 0 8 180 ilə düzdür 15'i 12'ye vuraraq 180 aldım. Bir dənə 0 burada, bir dənə 0 burada. Digər sıfırlar yanına düzdür. Elə də 18.000 kvadrat metr. Görək hansı variantdır? Hansı olduğu C variantı. 7C. Sonra 8'e baxaq. 3 ədədin hasili 54, cəmisi 22'dir. Bu ədədlərin ən böyüyünü tapın. Deməli 3 ədədin hasili, yəni x vur y vur z bərabərdir 54. Cəmisi 22'dir. X üstə gəl y üstə gəl z bərabərdir 22. Aha. 54 neçənin hasilidir uşaqlar? 54 27 vur 3 ədəd deyir. 9 vur 6'nın hasilidir, düzdür. 9 vur 6. Bunun biraz məntiq lazımdır burada. Mən 54'ü belə yaza bilərəm ki 4'e bölsə eləcə 16 düzdür. 54'ü belə yazaram. Baxın hasil şəkli 16 vur 4 vur 1. Yox 16 yox 54'ü 4'e böləndə 54 4'e bölünmür. Belə yaza bilərəm ki onda 54'ü 9 vur 6 eləcə 54 vur 1. Bu elədi 16 amma cəmi 22 vermir. Ona görə belə yaza bilərəm 54'ü 3 vur 54'ü 3'e bölsək eləyəcək 1 18 düzdür. Belədir vur 1. Aha. Baxın bu ikinci vurğumuz, ikinci əməlimiz düzdür.
Bunun hasili bizə 54 verirmi? Verir. Sadəcə 54'ü vuruqlara ayırırıq da, belə deyim. Bir neçə 3 vurğun şəklində göstərilir və bir neçə burada belə deyim şey var da, necə deyim, bir neçə nümunə var. Həmin nümunələrə baxırıq və toplayırıq. Görə hansında 22 alınır. Bayaqkında 22 alınmır, 17 alınır. Amma indi 22 alınır. 3 vur 18 vur 1. Bunun hasili verəcək 54. Bunun cəmi bizə verəcək 3 üstəgəl 18 21 üstəgəl 1 22. Deməli deyir bunların ən böyüyü. Ən böyüyü 18'dir. Yəni D variantı. 8D. Sonra 9'a baxaq. A ən böyük 2 rəqəmlərdir. B 23'dən sonra gələn ilk tək ədəd. C onluqlar mərtəbəsi 4 olan ən kiçik 3 rəqəmli ədəd olarsa 5 vur A çıx 3 vur 5 ilə 2 vur C ifadəsinin qiymətini tapın. Gəlin tapaq. A ən böyük 2 rəqəmli ədəd. 99. Bu oldu A. Tərsinə yazdım. A bərabərdir 99. B 23'dən sonra gələn ilk tək ədəd. 23'dən sonra gələn 24, amma tək istəyir 25. C isə deyir, onluqlar mərtəbəsi 4 olan ən kiçik 3 rəqəmli ədəd olmalıdır. Onluqlar mərtəbəsi təkli onluq 4 olan ən kiçik 3 rəqəmli ədəd. Yəni ən kiçik deyilsə 1 ilə başlamalıdır. 1, 4, 3 rəqəmli ədəd 140. İndi burada yerinə qoyub hesablayacağıq. 5 vur A. Çıx 3 vur B. Üstəgəl 2 vur C. Gəlin baxaq. Bunu kiçildirəm mən. Bərabərdir. 5 vur 99. Çıx 3 vur 25. Üstəgəl 2 vur 140. Bərabərdir. İndi 99'u 5'e vuraq görək neçə eləyir. 45, 5 yazılır 4 yatda, 45, 4, 49, 495 düzdür. 3 vur 25 bu elədir. 3 vur 20, 600, 15, 60 da 15, 75. Üstəgəl 2 vur 140, eləcə 280. İndi 495'ten 75 çıxanda qalacaq 420, üstəgəl 280. Bu da bərabərdir 700. 700 A variantı. 9 A variantı. Sonra keçək növbətinə. Uyğunluğu müəyyən edin. Baxaq. 10. 1A bərabər Y 32 vur minal 6 və B bərabər 4 vur minal 6 vur 32. Aha, uşaqlar burada baxanda nə hiss elədiniz? Yəni bunların vuruqlarına baxanda. Burada 32 vur minal 6. Burada 32'ni parçalayıb 2 rəqəmi 4 vur 8 şəklində və vuruqların yerini dəyişərək 4 vur 8 ilə 32, 32'ni vuracaq minal 6. Heç hesablamaya ehtiyac yoxdur. Baxanda bilinir ki, A ilə B bir-birinə bərabər. Burada sadəcə 32'ni 4 vur 8 şəklində göstərib. Burada 1'e gedir, A ilə B bir-birinə bərabərdir. Yəni D variantı. 1D. 2'ye baxaq. 18 vur 2024. 81 vur 444. Aha, bunu hesablamalıyıq artıq. İkinci də 2024'ü 18'e vuraq. 4 dəfəm 8 32 2 yazır 3 yatda 16 3 19 9 yazır 1 yatda 0 1 8 12 16 sonra 4 2 0 4 2 0 və 2 toplayaq 2 13 1 yatda 3 1 4 6 3 36432 bu oldu A variantı. Daha doğrusu A belə deyim işarəsi. Sonra B 81'i vuraq 444'e. 444'ü vuraq 81'e görə neçə alır? 4 4 4 8 dəfəm burada yeni səhifə açın. Üstəgəl
8 deməli 4 32, 2 yazırıq 3 yadda 32, 3 35, 5 yazırıq 3 yadda. Sonra 30 32, yeni 3 35. 4 6 9 5 3 eləcə 35964. B də eləcə 35964 düzdür. Bu da oldu B. Burada A böyükdür B'dən. Yəni A böyükdür. Deməli 2-yə gedəcək A. Başqa nə gedə bilər? A. Bir də fərqi var. B çıx A. Burada A böyükdür. A çıx B. Görək A çıx B 468 verirmi? Yəni 36 mindən 35 min çıxanda yox. Bu heç verməyəcək o qədər. Amma çıxaq. Görək neçə eləyir. 36.432 çıxılsın 35.964. 12-dən 4 çıxırıq 8. Sonra 12-dən 6 çıxırıq 6. 13-dən 9 çıxırıq 4. Hə verir uşaqlar. 5-dən 5 468 verir. Ona görə C olacaq. 2A, C. Bu A-nı qəşəng yazım qoy. 3-ə nə gedəcək? 3-ə. 3'e de Y gedər. Amma hesablayaq da. Çünki orada elə Y variantı qalır. ...966 vur 72. Bunu hesablayaq. 1222 vur 64. Bunu hesablayaq. Uşaqlar deməli vuranda birinci də elədi 69552. Yəni bu A. A'nın cavabıdır. Diğerində B'nin cavabı 78208 elədi. Baxaq variantlara. Burada B böyükdür A'dan. Yəni Y variantı. Sonra bir də qalır B. Deyir B'dən A'nı çıxanda 8656 eləyirmi? Gəlin görə çıxaq. Burada yazın. Bundan 78208-dən çıxaq 69552. 8'den 2 çıxırıq 6, ondan 5 çıxırıq 5, deməli 12'dən 11'dən 5 çıxırıq qalır 6, sonra 17'dən 9 çıxırıq qalır 8, 6'dan 6 çıxırıq qalır 0. Eləcə 8656 bəli. Həm də B variantı gedir. Deməli 3'ə getdi B, Y. Yaxşı uşaqlar, bugünlük bu qədər. Nə sualınız olsa yorumlarda qeyd edin, mən həmən cavablandıracağım. Oldu uşaqlar, hələlik.